Bugün burun ameliyatı oluram. Analizlərini vermişəm, şəxsiyyət analizini gəlmişəm. Deməli qızlar, məndə burada yara çıxmışdı. Ona görə neçə müddət idi, əslində olmalıydım. O yaraya görə olmurdum. İndi gəlmişəm müayinəyə. Əgər uyğun olsa, əməliyyat bugün olacaq. Ola bilsin son olaraq belə görünürəm. Ya qəşəng olaram, ya pis olaram, bilmirəm. Ama çok heyecanlıyım. Artık ameliyata hazırlanıram. Burası benim otağım. Böyle. Ameliyatın ilk günündeyim. Aslında biraz ağrım var. Yok biraz. Hadi kabızdan götürdü bana göre. Böyle normalim. Bugün ikinci günde ameliyatım. Çok göğerme yoktu ha? Yoktu yok. Evet. Hiç yoktu göğerme. Yani bilmem de olacak olmayacak ama şişkinliği hissediyorum. Bəs nəfəs alma? O var, yaxşıdır. Əslində tampon var içində, amma yenə də nəfəs ala bilirəm rahat. Ameliyatımın 3-cü günüdür. Üzüm artıq buralarım da şişib. Dünən gözüm şişmişdi, amma buralar yox. Bugün burada şişib. Maz var, ona istifadə eləmişəm, öyle bir yatıb. Bugün ameliyatın 4-cü günüdür. Şişlər artıq azalıb. Burada göyərmələr var. Göyərmələrə bu mazı istifadə edirəm. O yaxşı tez aparır. Deməli, sağalma üçün də Livamkol mazı və Perix, bir də Xloroksil. Bunlardan istifadə edirəm. Belə. Ameliyatın 5-ci günündəyim artıq. Üç şişlərim təmiz çəkilib. Sadəcə burnum şişdi. Bir də burada biraz göyərtilər qalıb. Belə ortayam. Nə yaxşı deyiləm, nə pis deyiləm. Yazıyla ama 2 milyar diye. Sen bana niye şifreyi vermek istemiyorsun ya? Download var. Download'a. Bir arkadaşım önerdi. Ameliyatımın 7-ci günüdür və mən hazırlaşmışam tamponları çıxartma. Daha doğrusu buna silikon deyirlər. Onları bugün çıxaracaq. İnan, bir daha onu çıxartsam özümə gələrəm də. Ən çətin mənim üçün odur. Nəfəs almada biraz problem verir. Daha çox gecə yatanda olur. Yuxuya gedənə qədər. Sonra onsuz da düzəlir. Belə biraz da makyaj elədim ki, üzümə nur gəlsin, amma yenə də neynirəm? Gözümün yorğunluğu, ağrıların hiss olunmağı məndən üzümə yansıyır. Belə giyinmişəm. Məncə hiç bilmədim nə giydim, necə giydim. Bir şeyler eləməyə çalışdım. Düzdür, amma tam olaraq necəyəm bilmirəm. 7-ci günə qədər mənim gözaltı qaralarım getməyinin səbəbi, baxın, bu mazı istifadə elədim. Düşünürəm ki, budur. Deməli, gözaltıma qaralara, şişlərə bunu istifadə elədim. Sonra bu tikişlərin üzərinə Livamkol mazını vurdum. Baxın, belə skrin edə bilərsiniz. Yaralara, şişlərə görədir, göyərmələrə görədir. Təsəvvür edin, əməliyyatın ilk günündən sonra ikinci gün şişmələr başladı məndə. Bunu vurdum, ikinci gün, üçüncü gün, dördüncü gün artıq heç nə qalmamışdı. Beşinci gündə burada yani dördüncü gün şiş yatmışdı. Beşinci gündə burada sarılarım vardı, onları apardı. Yəni bu keyfiyyətli deyə düşünürəm. Məndə revizyon olduğuna görə ilk əməliyyatda mən görmüşdüm,
hardasa 10-cu gün getmişdim bu gipsi çıxartmağa, hələ də gözümün altı gömgöy idi. Onda həkim mənə heç nə yazmamışdı, amma biz xəstəxanadan çıxanda mənə verilən təlimatlarda bu mazı almaq vardı. Bir də Livumkol, bir də Perex almışdım. Elə bir yaralının Perexini təmizləyib Livumkolu üstündən vururdum. Yara sağalmasına bu ikisini istifadə eləmişəm. Göyərmələrə görə bunu istifadə eləmişəm. Sonra bir də mənə ağrı kesici dedilər. Yox, antibiotik idi. Deməli bu Tiasep. Düzgün dedim inşallah. Bunu da mənə 3 gün 10 saatdan bir vurmaq lazım idi əzəliyə. Bunu elədik. Belə. Bir də mənə dəniz duzuyla Rinap bunu yazıblar, amma bu Rinapı mənə demişdilər içəridəki silikon çıxardığından sonra bunu istifadə edəcəksiniz. Ona görə yəqin ki bugündən sonra bunu istifadə edərəm. Belə. Bir də qulaq çöpü olaraq mən bunu istifadə elədim. Nəyə görə? Digərlə o qalın qulaq çöpləri burun deşiklərinə yerləşmir. Amma bu elədir ki, dərinliklərə qədər siz onları təmizləyə bilirsiniz rahat. Ona görə mən bu naziyə aldım. Bir də burada baxın. Baxın, bir tərəfi belədir, digər tərəfi də belədir. Bir də qızlar, hardasa bir həftə gips çıxana qədər üz yumaq olmaz tez-tez. Mən çalışdığım qədər yurdum, amma belə dəri tez-tez yağlanır. Üzə Pinks qutarmışam. Deməli, Pinks istifadə edirdim. Bu spirtsiz olduğuna görə, iysiz qoxusuz olduğuna görə dəriyə heç bir zərəri yoxdur. Ona görə bunu istifadə elədim. Çünki yumaq olmur, dəri də tez yağlanır. Əgər siz salfet istifadə eləmək istəmirsinizsə, sizə ziyanı olduğunu düşünürsünüzsə, bunu istifadə edin. Çünki dəriyə heç bir ziyanı yoxdur. Bu iki məhsul Baku Kids Company-dən əldə eləmişəm. Bilirsiniz, məni köhnə izləyənlər bilir. Yəni bu ikisini, qulaq çöpünü bunu onlardan sifariş eləyə bilərsiniz. Belə bilmirəm harda başqalar. Bir də mənə belə bir salfetlər, steril salfetlər demişlər. Onu aldım. Steril salfetlər əməliyyatdan çıxandan sonra hardasa həmən günü onlar özləri eləyir, amma evə gələndən sonra siz özünüz apteklərdən ala bilərsiniz. Bunu elə bil mazı vurandan sonra bunu qoyurdum üstündən. Sonra belə bir lent vardı, yapışqanlı lent. Bununla üstündən bağlayırdım. Deməli, bu ikisi də burundan gələn müəyyən vaxt burundan axıntı gəlir. Onların qarşısını alır. Belə. Dərman. Bir də əməliyyatdan çıxandan sonra çox ağır yemək olmaz. Ona görə mən elə ilk gün yoğurt yemişdim. Bu Mila yoğurtlarını çox xoşlayıram. Yəni başqa yoğurt elə də çox sevmirəm. Növlərini almışlar, amma mənim ən sevdiyim budur deyə bunu bitirdim. Çox sayda. Yəni indi də yeyəcəm. Belə. Başqa nə göstərim sizə? Başqa göstərmədiyim heç nə qalmadı. Silikonu çıxartmağa. Silikon çıxandan sonra 10-cu gündə gips çıxacaq. Onda da video çəkəcəm. Sizlə bölüşərəm. Çalışıyorum temiz saklayayım. Aha, təmizdir. Saçına xeyir. Hə? Şöbəs.
Deməli, burnumdan silikonlar çıxdı. Çox qəşəng nəfəs alıram. Deməli, nəfəs almağın nə olduğunu hiss edirəm. İndiyə qədər mən nəfəs alırmışam. Beynimə hava getdi. İndi 3 gündən sonra birinci gün gələcək bunu çıxartmağa və tikişlər sökülməyə. Hər kəsə salam. Bugün əməliyyatımın 11-ci günüdür. Əslində 10-cu gündə bu çıxmalı idi. Sadəcə olaraq 10-cu gün iş günü olmadığına görə, bazar günü olduğuna görə biz bugün çıxarmağa gedirik. Deməli, bugün təxmini biləcəm ki, burnumun forması təxmini necədir. Düzdür, tam olaraq hələ nəticə 3 aydan, 6 aydan sonra bilmir. Amma yenə də ən azından bilmək olar ki, o forma sadəcə şiş olacaq, yatacaq da. Yəni o şiş forma belə mənim istədiyim deyil, onu biləcəm. Ona görə biraz həyecanlıyam. Bugün səbirsizliklə gözləyirdim. Gedim, nəticəni bölüşəcəm. Bugün həm tikişlər söküləcək, həm də burnun gipsi açılacaq. Bu da yəqin dəyişəcək. Əməliyyatdan sonra bu dəyişməyib. Və onu deyim ki, dəriniz əməliyyatdan sonra üzünüz dəhşət yağlanır. Çox pis yağ gəlir. Məsələn, mən düzdür, deyirdilər yumaq olmaz, amma mən kənarları yuyurdum. Çinmək olmazdı da. Bir də betər çinmişəm 2 dəfə. Çünki qala bilməzdim. Belə, indi görək nəticə necə olacaq. İnşallah gözəlləşərəm. Necə olur? Üzünüzün burnundu sanki. Buram bizi batıb. Oran gips sıxıb ona görə batdı. Oralar açılacaq, burnun bayağı bir şişdi hal-hazırda burnun bu hissəsi. Şişdi. Çox şişdi. Salam hər kəsə. Bugün artıq sarğılardan qurtuluram. Bugün bunu da açırıq. Bugün planlandı buradan çıxandan sonra. Asadınlar. Doğru. Güzgü var. Öyle çok güzel. İlk dəfə çox şirin yapıyoruz. Orada bir kız var ki birinci şeydi. Ben de öz burnumda iyi ki olmuştu, der olmuştu. Böyle yaptı. Ay da orada ismi. Makyaj orada kolay yorabilirsiniz. Ucuda kanı çok değişir. Orada bize şey görebilirler yapar çünkü tezat. Yok ben anlayıram. Sonra orada oturacak özümüze. Yok bu ondan geçirdi. Bunu da koyarsın. Çok güzel. Güzel oldu. Sen de sarılar, intikam Hiç anladım. Ayağım alıp indi belirtse bir şeyde hiç oldu. Sonu geçip görüp yeniyle düzelerəm. Farklı geçiyor ondan. Jay. You ready? Let's go.